Bugünkü noun mövzu sınavının qrammer hissəsini izah edirəm. Choose a line of simple nouns 7-ci sualdan başlayaq. Sadə isimlərin sırasını istəyir. Snowdrop mürəkkəb isimdir, ona görə bunu keçirik. Fisherman mürəkkəb isimdir. Watermelon mürəkkəb isimdir. Obstacle and document D variantı sadə isimdir və Y variantında lifeboat mürəkkəb isimdir. Ona görə D variantı 7-də D variantı olacaq. 8-ci suala keçək. Derivative nouns düzəltmə isimlər istəyir. Düzəltmə isimlər hairstyle mürəkkəb isimdir A variantında, honeybee mürəkkəb isimdir, pineapple mürəkkəb isimdir. Y variantında da pocket money mürəkkəb isimdir. Ona görə D variantını götürəcəyik. Meant və şın şəkilçisindən düzələn judgment, prediction. 9-cu suala baxırıq. Derivative nouns düzəltmə isimləri istəyir. Suitcase bu mürəkkəb isim olacaq. İkinci meeting ing ilə düzələn düzəltmə isimdir. Instrument sadə isimdir. Hardship çətinlik düzəltmə isimdir. Heroism hero sözündən düzəlib düzəltmə isimdir. Cavabımız Y variantı olacaq. Daha sonra 10-cu suala baxaq. Which of the following verbs or to become a noun or şəkilçisini qəbul eləyir hansı isim düzəltmək üçün? Hansı sözün sonuna or şəkilçisini əlavə eləsək isim düzələr. Baxırıq invent, inventor elə A variantı olacaq. Beg, beggar, building, driving, hunter belə düzəldə bilərdik. Əlavə eləyərək. Ona görə inventor A variantı olacaq. 11'e baxaq. 11'də an hour's work. An-dən sonra hour sözü cəmlənib olmaz. To-dan sonra day sözü cəmlənməyib. This-dən sonra scientist sözü cəmlənməyib. D variantında 10 minutes cəmlənib. Elə variantımız düzgündür. This inventor, this-dən sonra inventor cəmlənib. 12'də compound mürəkkəb isim istəyir bizdən. Ona görə baxaq. Rainfall mürəkkəb isimdir. Punishment düzəltmə isimdir. Sunflower mürəkkəb isimdir. Rudeness düzəltmə isimdir. Seaside mürəkkəb isimdir və cavabımız 1, 3, 5 C variantı olacaq. 13-cü suala baxaq. This years, this-lə years uzlaşmır. Years cəmdə verilib. Olmaz. A minute silence elə B variantıdır. Article verilibsə minute təkdə olmalıdır. Apostrof S yəlik hal formasındadır. Doğrudur. Several'dan sonra week cəmdə olmalıydı. To-dan sonra month cəmdə olmalıydı. Many-dən sonra year sözü cəmdə olmalıydı. Cavabımız B variantı oldu. 14'də yəlik hal istəyir. Düzgün yəlik halı tapmalıyıq. What is the weather like today? Bu sualı artıq əzbər bilirik. Ona görə buradakı isdir. My grandmother is afraid of. To be afraid of feilidir. Ona görə burada yəlik hal deyil. Richard broke his brother's new bike. Sifət gəlsə də ondan sonra isim gəlib. C variantıdır. Qardaşının yeni velosipedini sındırdı. Qardaşının C variantı doğrudur. This area is famous, to be famous'dır. For its advent'e devamlı da baxaq. Henry has been. Bin gəlib deyə Y variantı səhvdir. Deməli, oldu cavabımız C variantı. 15'e baxaq. Bizdən istəyir isimləri seçək. Bunun üçün tərcümə bilmək lazımdır. Baxırıq ki, sonluqları eynidir. Lower, low, lower daha aşağı deməkdir. Tower 2 düzdür. Power güc düzdür. Deməli 2, 3, few, fewer 4 verə bilmirik. Flower isə düzgündür. Deməli cavabımız 2, 3, 5 olacaq. 16-cı sualda isə to-dan sonra must cəmlənməli idi. Getdi. The Smiths doğrudur. Z article varsa Smith cəmlənməli idi. Elə də verilib. 3'də baxırıq. Mr. Browns. Mr. və ya Mrs. olarkən Brown təkdə olmalıydı. Cənab xanım deməkdir.
4-də a month's journey doğrudur. Artiklına görə months təkdə olub. Those teachers, those'a görə teachers cəmlənib. Doğrudur. Deməli, cavabımız 2, 4, 5 D variantı oldu. 17-ci sualda yerlik hal istəyir düzgün. Jenny has got'du. Got verilirsə deməli bu yerlik hal deyil. Where is the tourist information center? Deməli bu deyil. To be'nin formasıdır. The boy is eager to ride. Is eager to. So yerlik hal deyil. It is dangerous to walk alone at night. Deməli yerlik hal deyil. It is'di çünki. Sam's early arrival. Sam'in erkən gəlişi. Was. Doğru cevabımız Y variantı oldu. Keçirik 18-ci suala. 18-ci sualda bizdən erlə düzələn isim istəyir. Lie following verbs takes the suffix to become a noun. Aha. Lie uzanmaq, lied. Narrator, worker elə C variantımız olacaq. Okay. Worker, actor, survivor olacaq. Ona görə qaldı bizim bir dənə C variantı doğru variantımız. 19'a baxaq. Yenə düzəltmə isim düzəldən şəkil içini istəyir. Punish. Mesela house of the derivative noun. Aha. Punishment birlə C olacaq. Baxaq variantlara ilə C variantı olur. Birlə C punishment. Leadership olmalıdır 2'ye B. Assistance və 3'e də A variantı olacaq. Qaldı C variantımız 19'da. 20'ye baxırıq. Tomorrow's election. Tomorrow's, today's və ilaxır olarsa təkdə verilməlidir. Burada cəmləyib tomorrow'nu sabahlar verib. Olmaz. Today's festival. Today's festival doğrudur. Bugünün festivalı. Yesterday's trip yenə səhv verilib. Yesterday cəmlənməz. Tonight's movie doğru verilib. Bu gecənin movisi, kinosu. The words wonder. Word burada dünyadır. Tək olmalıydı. Ona görə cəmləyiblər deyə səhvdir. Cavabımız 2 və 4. Today's festival və tonight's movie Y variantı doğrudur. 21'e baxıram. İsimləri istəyir. Membership, üzvlük doğrudur. Comfortable, rahat. Lovely, sevimli. Harmful, zərərli. Development, inkişaf. 5 və 1. Y cavabımız Y variantı oldu. Dımla düzələn isim istəyir 22'də. Development, kingdom, happiness, friendship, wise, wisdom, freedom. Cevabımız olacaq C variantı 2 kingdom, 5 wisdom, freedom. Okay? 2, 5, 6. 23-cü testə baxırıq. 23-cü testdə bizdən yerlik hal istəyir. We spent our last summer holidays at our uncle's. Birinci ilə doğru variantdır. At our uncle's səsində daim gəldi. Today I met a friend of Jane's. Jane'in dostu. Burada today I met a friend of Jane's verə bilməyəcək. Bir dəqiqə Jane's verə bilərik. Verə bilərik. A friend of mine, a friend of hers. Bu şəkildə də verə bilərik. Qaldı 1 ilə 2 doğrudursa 3'e baxaq. She has got. Got'a görə səhvdir. Jane and Mary's eyes. Jane və Mary'nin gözləri. Gözlər olanda gərək hər iki tərəfdə apostrof S olsun. Ona görə qaldı bizim doğru cavabımız 1 ilə 2. Bu da C variantıdır. 24'e baxaq. 24'də a slice of bread, bir dilim çörək doğrudur. Eynən bottles olmaz. Cəmlənib çünki bottles. A bowl of rice doğrudur. Pears, eynən pears olmaz. Cavabımız oldu 1 ilə 3. A variantı. 25'e baxaq. Countable, sayıla bilən ismi istəyir.
Petrol tree key sayılabilen ismi istediğine göre petrol olmayacak. B'de rice olmayacak. Water olmayacak. C'de Y'de advice olmayacak. Qaldı bizim bir dənə ear, photo, flower. Qulaq, şəkil və gül. Sonra davam eləyək cəm isimlərlə 26-cıda. Apples, girls, knives. Elə A variantımız olacaq. Knife sözünün knives, v-nın f-ya keçməsindən bağlıdır, doğrudur. Wife təkdədir. C-də city təkdədir. Cliff təkdədir. Editor-in-chief təkdədir. O bir variantlardır. 27-yə baxıram. A few minutes. A few-dan sonra minute cəmlənməli idi. 2 hours cəmlənib doğrudur. 6 years doğrudur. An hours cəmlənməz, səhvdir. Deməli cavabımız 2 ilə 3 Y variantı oldu. Və keçirik 28-ə. 28-də uncountable istəyir bizdən. Time, sugar, luck, pen. Uncountable pen olmaz. Meal, help, pepper, milk. Meal, help, pepper, istiot, milk. B variantı olacaq. Baxaq, bacon, blood, city olmaz. Cook olmaz, aşpaz mənasında. Və beach, çimərlik olmaz. Keçirik 29-a. Yəni 28-də B variantı oldu. 29-da doğru cavab istəyir bizdən. Romeo and John's mother. Romeo və John'un anası ola bilər, doğrudur. Romeo and John's mothers olmalıydı, ona görə səhvdir. My father's and my mother's eyes ayrı-ayrı verilib, doğrudur. My father and my mother's eye olmaz. Deməli 1 ilə 3 Y variantı oldu. 30-a baxaq. Uncountable istəyir bizdən. Money, juice, food. Üçü də sayılmır. Elə A variantı doğrudur. Tenis, foto. Foto olmaz. Bas olmaz. Boy olmaz. Və burada meal olmaz. Okay, 30'da. Bir şey vurgulayaq. Food sayılmır. Amma meal sayılır. 31'də sayıla bilən isimləri istəyir. Baxaq, sayıla bilən isimlər. Cheese sayılmır, ice sayılmır, bread sayılmır, advice sayılmır, tea sayılmır, water sayılmır və qaldı bizim geridə Y variantımız. Babysitter, canteen and city. 32'yə baxırıq. Təkdə olan isimləri istəyir bizdən. Plate, trousers cəmdədir. Mice cəmdədir B variantında. C variantı doğrudur hamısı. D variantına baxaq. Geese cəmdədir və oxen cəmdədir Y variantında. Qaldı bizim C variantı doğru variantımız 32-də. 33'ə baxırıq. Possessive case. Is this okay, Tahir is a good student. Tahir is a good student olacaq. My parents are at the baker's. Doğrudur. Deməli bir dəqiqə variantları qarışdırdım. 33'də Tahir is a good student. Bu səhvdir. Y'lik hal axtarırıq. My parents are at the baker's. Baker's təkdə olub, yəni belə deyək, baker apostrof S olmalıydı əslində. Sonra is this your sister's bag? Is this your sister's bag? Burada səhv görmürəm. C variantı doğrudur. It is a bronze. C artiklı verilib deyə brown cəmdə verilməliydi. D ona görə səhvdir. This houses walls are green. These houses. Okay. Cəmləyib sonra apostrof S verib Y variantı səhvdir. Qaldı doğru cavabımız C variantı. 34'ə baxaq. 34'də cheese cəm isimləri istəyir. Cheese yox, geese doğrudur. Teas doğrudur. 2-3 və pianos doğrudur. Oxen olmalıydı. Bunu rahatdır. 35'ə keçək. This is a very interesting
Baxırıq qarşıda e artiklı verilib. E artiklı verilibsə, mən music götürə bilmərəm. Sayılmır çünki. Health program, e article proqrama aid olduğuna görə sağlamlıq proqramı kimi verilir və ona görə doğru variantdır. News sayılmır deyə e article-dan işlədə bilmərəm, götürmürəm. A piece of advice, biraz məsləhət, bir parça məsləhət belə deyək. Biraz məsləhət verə bilərik və cavabımız C variantı olacaq. 2 və 4. Health proqramdan piece of advice. Countable noun istəyir 36-da. Bread sayılmır. Rainbow, göy qurşağı. Season, fəsil. Flor, un sayılmır. Cloud sayılır. İstisnalardan da deməli cavabımız 2, 3, 5 oldu. Rainbow, season və cloud. 37-yə baxıram. A bowl of soup. A bowl, eynən bowl cəmlənib olmaz. Many-dən sonra bowl cəmlənməli idi. Bowl of soup sayılan isim varsa ümumiyyətlə onun qarşısında e artiklı verilməlidir. Ona görə C-də e artiklı yoxdur deyə səhvdir. To-dan sonra bowl cəmlənməli idi. Səhvdir, deməli Y variantı yəqin ki. Two bowls of soup, bəli. Y variantımız doğrudur. 38-ə baxaq. 38-də yenə yəlik hal istəyir. My granny's advice is very granny's belə verib. Bir səhvdir. I'm very tired. I am. I need a week's. Eynən week'i cəmləyib olmaz. 2 də səhvdir. My son's happiness. Oğlumun xoşbəxtliyi. My son's happiness makes me happy too. Məni də xoşbəxt edir. Orada ikinci tərəfdə happy sözü çapda səhv çıxıb. Amma yəni bu bizim testimizə mane olacaq bir şey deyil. My son's happiness bizə lazım olan hissə budur. 3 doğrudur. We can't buy clothes at the chemist's. Chemist's hissəsi doğrudur. At the chemist. 3, 4 və she has got-dur. 5-də doğru deyil. It is my, birinci tərəfi yox, brother's pencil. Deməli, ikinci tərəfi qardaşımın qələmi. Deməli, cavabımız 3, 4, 6 bir variantıdır. 38-də. 39-a baxıram. America writers are very popular. Amerikanın yazıçıları olmalıydı da. Ona görə S-i verməyib deyə səhvdir. My uncle's dangerous habits worry me. Mənim dayımın təhlükəli vərdişi. Okay? Dangerous habits. Worry me. Feilimiz worry'dir. Okay? Görürsünüz, söz birləşməsindən ibarətdir. Mənim dayımın və ya əmimin təhlükəli vərdişi. What? So, mübtədan bir hissəsi də ona görə yəlik haldır. Bir variantı doğru olacaq. What is the title of these weeks? This-dən sonra week-i cəmləyib, ona görə bu hissə səhvdir. What is-dir birinci tərəfdə də. D-də baxıram, we congratulate them at my aunt's olmalıydı. S-i yoxdur. The traffic is dangerous in the cities. Is dangerous-dir. Ona görə Y variantı deyil. Qaldı bizdə doğru variantımız B variantı. 40-cı suala baxaq. Uncountable istəyir. Sayılmayan yəni. Wells-T picture. Picture olmaz. Health gold chalk doğru variantımızdır. Weather cup lock. Cup olmaz. Season olmaz. Y variantında da job olmaz. Qaldı 40-da B variantı doğru variant. 41 və 42-yə də baxaq. 41-də possessive case istəyir. The child's mother, uşağın anası təkdədir, doğrudur. The children cəmlənməz, səhvdir. The child's səhv verilib yeri, apostrofun. The children's room 4 doğrudur. The children səhvdir. Deməli, cavabımız A variantı 1-lə qaldı 4. Okay. 42-yə baxırıq. Correct variant istəyir. 42-də a butter knife doğrudur. Yəni yağ bıçağı, bir yağ bıçağı gedir. Burada butter'a aid deyil, knife'a aiddir. Furniture shop article olmalıydı. Çünki shop'a aiddir və sayılan tək isimdirsə qarşısında article verilməlidir. Send artists
3 doğrudur cəmdə verildiyinə görə e artiklına ehtiyac yoxdur. Stone wall, walla görə orada e article verilməli idi. Yoxdur. An information center doğru variantdır. Cavabımız 1, 3, 5 olacaq.